Əlbəttə Bəli. olur. Bir də ki, xanım, sən narahat olma. Mən bəyin sənədlərini yoxlayıram onsuz. Hamısını yoxlayacağam. Həqiqətən ha. Mən Aha, sənədləri bəli. yoxlayacağam. Əsas sənin ürəyincə olsun. Sən Bəli. tanış, doğrudan da tanımaq istəyirsənsə tanı. Qorxusuz bir şey. Yəni mən varam burada. Həqiqətən. Bəli, bəli. Şəkildə. Narahat olma. Bəli, mən yəni necə istəyirsiniz o cürdə yəni Özdə mən özümü sübut bəyin- eləməyə yəni şeydir, hazıram da Bəyin yəni. Mən subaylıq heç bir şey- kağızını arayışın asal xidmətdən götürürəm özdə arayışı. Həqiqətən. Bəli, bəli. Hə, sənə nə maraqlıdsa ver suallar və əgər istəyirsənsə. Yaxşı. Mən gözəllikdə işləyirəm, icazə verəcək, işləmərəm. Aha. İstəyirsiniz? Harda istəyirsiniz? Gözəllik salonunda. Güzel. Aa, olar. Niye olmasın? Bu günümüzdə yəni iş üçün problem deyil. Olsun da. Ay dostlar, sandığı Güzel boşaldın, atın da. Sandıq çıxdı, içindən heç nə çıxmadı. Hə. Peşin dedəcək, İşləyə bilər, kamera bravo. açmaq. Baxardım. Hə, üzvü görmək istəyir. Elcan bəy, bir dənə zəhmət olmasa kameranı açın da xanım sizi görsün. Çox sağ olun, nöqtələr. Təşəkkür edirəm. Eğer ki olsaydı xanımın özünlə danışmaq istəyirəm. Yəni Yo, özünlə yo, belə biz burada birinci adamlar bəyin var, üzünü, belə. qardaşım, burada birinci bəyin üzünü göstəririk, sonra keçirsiniz tanış olma direktə. Yəni üzünüzü görməliyik. Xanım görmək istəyir. Yəni olmasa alınmır xanım. Özünlə Yo, özünlə alınmır, danışmaq belə istəyirəm. inanmır. Yəni hə, yoxun Yo, deyərdim. yo, belə mən də inanmıram sənə. Üzvü göstərmirsənsə deməli sən evlisən, yalan danış. Xeyr xanım, xeyr. O niyə Ay o? qardaş, xeyr Mən deməyin dedim deyil. axı Allah şahiddir ki, subayam. Başa düşdüm. Allah Mən şahiddir, yalan danışan amma varam ki, xeyr. çoxsu Allahsızdır bu dəqiqə insanların. Kameranı Yox, açırsa, estağfurullah. üzünü göstərməlisən Yəni qardaş. burada biləm xanım, mən bir söz demirəm ki, burada adam çoxdur. Yəni 500 nəfər içərisində Olsun da istəmirəm. Yəni sən o qız xanımla ya hə deyər, ya yox deyər. Yox, mən bura bax, mən sözü 1000 dəfə sənə təkrarlamayacağam. Ha, hər kəsə aiddir. Burada bütün bəylərə başım ağrıdı. Üzünüzü açıb göstərəcəksiniz. Xanım əgər istəyirsə, xahiş edirsə, kameranı açıb üzünüzü göstərməlisiniz. Durub burada mənə nağıl danışmayın. Kişi xeyli asan. Kişi qız arvad deyil ki, utanasız burada. Ay bu adam çoxdur, səni yeməyəcəklər ki. Bir saniyəlik üzvü açırsan, göstərdin, bağladın. Xanım səni bəyənərsə əgər, ondan sonra keçirsən direktə. Durub mənə burada Məlik Məmmədin nağılını danışmayın. Səndə o ürək yoxdursa, deməli sən kimdənsə qorxursan, çəkinirsən, sənin arvadın var ya sevgilin var. Mən də belə icazə vermirəm. Bu qədər. Burada bizim Aylin xanım var. Aylin'in 23 yaşı var. Ailəli olmayıb, subay qızdır. Gəncədə yaşayır. Tanımaq istəyən ciddi bəy varsa buyursun qalsın müsafirə. Bir Allah can sağlığı versin. Quran bax, mən qorxdum. Bəli, 23 yaşım var, subayam. Aha, danır. Gəncədə yaşayıram. Gəncədən olsa daha yaxşı olar. Olmasa belə Bakıdan, nə bilim, bölgələrdən də olar, problem yoxdur. Ciddi bəy olsa tanış olmaq istəyərdim. Özüm də bürcüm balıq bürcüdür. Lap yaxşı. Tanımaq istəyən varsa ciddi bəy buyursun qalsın müsafirə. Nöqtələr, çox sağ olun. Təşəkkürüm sonsuzdur. Əziyyət çəkirsiniz. Var olun Feyciə bəy, nöqtələr, çox sağ olun. Hər kəs, ekranımı bəyənənlər, Allah sizi var eləsin. Çox sağ olun dostlar. Ciddi olan bəylər, xanımlar, istəyatın sizi qoşum. Kim danışmaq istəyirsə buyursun. Burada bizim bir... deyim. Təşəkkürlər, çox sağ ol. De ürəyim, danış. Sağ olun dostlar. Bərdəliyəm, Bərdədə yaşayıram, ailə olub ayrılmışam. 30 yaşım var. Yəni işi gücü, ailəyə sahib çıxa biləcək bir imkanı, övladı olması şərtdir. Çünki mənim bir övladım var. Elə bir bəy olsa, talibim olsa, danışarıq, uyğun gəlirsə ailə qurarıq. İnşallah. Xanımı tanımaq istəyən varsa buyursun qalxsın müsafirə. Ciddi bəylər qalxın. Bizim burada xanımlarımız var. Bərdədən var, Gəncədən var, Bakıdan var. Ondan sonra xanım sən hardan idin? Mənmi? Hə. Mən də Gəncəliyəm qadına. Hə. İki xanımız Gəncədən. Rəsindən tanınır, qadın alım. Hə. Yerimdir, qadın alım. Yerilər tapılır. Aktivdə bax. Pöm xanım lap o Gəncənin lap elə bilinir ki, lap köhnə Gəncəlilərdəndir, danışığından, ləhcəsindən. Hə. Mən alım qadam eləyir. Mən Gəncədə çox olmuşam. Orada bax belə qadam alım. O qədər istifadə Yaxşı, demirəm, yaxşı. Hər bayaqdan qulaq asıram. Xanım deyir, qadın alım. Can. Bizim bura bir bəyimiz gəlib görək. Bəlkə hansınızınsa qismətidir. Buyurun. Salam. Salam. Salam, necəsiz?
Sağ olun. Yaxşı olasınız. Çox sağ olun. Buyurun. Mənim 35 yaşım var, ayrılmışam, bir övladım var, övladım qarşı tərəfdə qalır, özüm Naxçıvanlıyam, amma Bakıda qalıram. Belə 25-dən 35-ə qədər olsun, xanımı bir övladı olsa qəbul eləyərəm. Nə araq içənəm, nə siqaret çəkənəm, bir üzüm əqrəbdir, boyum 1.70-dir, çəkim 65-dir, ya belə ciddi bir bəyə. Başamın kağızımda var. Aha, işiniz nədir? Özüm firmada işləyirəm, amma dükanlara produk aparım maşınına. Başa düşdüm. Bakıda şəxsi evinizdir. Yox, heç, kirada qalıram. Bəs öz eviniz hardadır? Öz evim Naxçıvandadır. Bakıda Evlənəndən torpaq sonra. Qardaş, evlənəndən Bakıda sonra torpaq- Bakıda yaşayacaqsınız, yoxsa Naxçıvanda? Bakıdadır, işim Bakıdadır. Torpaq almışam, torpağımı tikirəm. İnşallah xeyirlisi. Nə gözəl, maşallah. Buradakı xanımlardan hansı xanım tanımaq istəyirsə bəy, buyursun, səsi açsın, danışsın, versin suallarını. Əgər ciddi xanım varsa, buyursun, tanıya bilərəm. Nə Bəli, araq hansı içənəm. xanım tanımaq istəyir, buyursun. Və yaxud siz bəy. Salam, Enigma, xoş gəlmisiniz. Qoşularsınız inşallah. Kim tanımaq istəyirsə buyursun. Ciddi olanlar, yeni gələnlər xoş gəlmisiniz. Ekranı bəyənək zəhmət olmasa. Burada Bərdəli xanımın neçə yaşı var oldu? Hansı xanımın? 4 xanım var. Bərdəli xanım var idi, 30 yaşı dedi. Sevinç xanım, Sevinç. Yaşlıdır. 30 yaşım var, ailə olub ayrılmışam, bir evladım var. Mən rayonda yaşamaq istəyirəm. Yəni öz rayonlarıma yaxın bir rayondan talib istəyirəm. Yəni mən Bakıda yaşaya bilmərəm, üzrsən. Bildim. Hə, xanım Bərdəyə yaxın zonalardan istəyir yəni. Allah saxlasın bütün balaları qorusun. Ay çox sağ olun, var olun. İnşallah siz də öz yarınızı taparsınız. İnşallah. Bilin. Kim qoşulmaq istəyir? Ay, nə qədər istək atıblar. Ay, maşallah. Xoş gəldiniz, Sadə. Sadə, buyurun. Sadə. Hoş geldiniz. Herkese salam buyurun. Salam. Özüm hakkında məlumat verin. Buyurun, zəhmət olmasa. Yaşayıram. Başda yaşayıram. 1.67 boyum. 65 çəkim var. Ailəli olub ayrılmışam. Evladımla yaşayıram. Yəni evladım mənimlə yaşayır. Şəxsi evimdir. Yəni tək yaşayıram evdə. Siz evli olmusunuz, ayrılmışsınız dediniz. Bəli, 2 ildir. 2 ildən Aha, çox. evladınız var qarşı tərəfdə. Var, bəli, var. Biri onda, biri məndədir. Aha, biri sizdədir. Aha, əsas bunları demək lazımdır. Xanımın evladı olsa qəbul edərsiniz. Bəli, bəli. Eviniz hardadır, öz eviniz? Dəniz kənarındadır. Hansı dəniz, harda? Qaradağ rayonu. Qaradağ. Aha, lap yaxşı. Bəyi tanımaq istəyən buradakı xanımlardan varmı? Ciddi xanımlardan. Kim istəyirsə suallarını versin, talip çıxsın. Bir evladı özündədir, bir evladı qarşı tərəfdədir. Aliment də vermirəm yəni. İşim, gücüm, hər bir şeyim. Anlaşıldı. Araz bəy, xoş gəlmisiniz. Buyurun. Salam, salam aleyküm. Salam. Sandığı kim qoydu? Çox sağ ol. 37 yaşım var, ailəli olub ayrıldım. Aha. Buyurun, 7 danışın. yaşım var, ailəli. Arkadaş, danış. Araz bəy. Araz bəy, setiniz deyəsən zəifdir. Səsiniz gəlmir. Araz bəy. Araz bəy, sizin setiniz zəifdir. Mən burada bir saat qışqıra bilmərəm. Üzürlü sayın. Yeni qalxmaq istəyənləri qoşmalıyam. Yeni gələnlər xoş gəldiniz. Ekranı bəyənin zəhmət olmasa dostlar. Xoş gəldiniz. Salam aleyküm. Salam. Necəsiniz? Çox sağ olun. Biz yaxşıyıq, siz yaxşı olasınız. Təşəkkürlər, Allah razı olsun sizə. Sağ olun, sizdən də buyurun. 26 yaşım var, özüm subayam. Evin axırıncı oğluyam. Şabranlı balasıyam. İşim gücüm var öz yerində. Şirkətdə işləyirəm, qala oteldə. Bir də ki, burada bir xanım vardı, Gəncəli xanım. 23 yaşlı olan. Bəli, bəli. Aha. Aylin xanım, səsinizi açın zəhmət olmasa. Sizə talip var. Aylin.
Xanım, mən düşürüm aşağı. Əgər talib olan varsa, talib Yaxşı, olan olarsa inşallah qaldırarıq. Ha, təşəkkür edirik. Aylin xanım, eşidirsiniz bizi? Aylin, Gəncəli qızı. Aylin telefonu qoyub keçib başqa otağa, ola bilir nə işi var, orada indi gələr. Gözləyək görək. Salam aleyküm. Salam, xoş gəlmisiniz. Xoşunuz olsun, ötərsiz. Çox sağ olun, yaxşı olun dostlar, var olasınız. Ay xanım, o hansı insan idi deyir ki, bir evladım anasında da aliment vermirəm, biri məndədir. Aha, burada Məsələn, bəy var. evladından nə tər anamdır ki, evladının biri yaxşı dolanır, biri o birisindən xəbəri yoxdur. Yəni Yox, siz bilmirsiniz, indi biz bilmirik ki, bəlkə xanımın, yox, bir dəqiqə. Qardaş, bəlkə Salam xanımın, xanım, salam. Buyur ay xanım, eşidirəm. bəlkə xanımın şəraiti yaxşıdır, imkanı var, baxır, heç alimentə ehtiyacı yoxdur. Aylin, sənin üçün bura bəy gəlib, talibin var. Hansı bəy idi o? Son misra? Bəli, bəli. Aha, buyurun. Hanımın imkanı var, Allah özünə qismət eləsin. Amma Buyursun. kişinin ürəyindən gəlmir ki, uşağa nə yeyir, nə Ay qardaş, içir. bizə qalmayıb da müdaxilə etmək kimsə həyatına. Qurban sizə. İcazə verin yayımı aparın, başıma dönərəm. Ay sağ, sizə qalmayıbdı. Yaxşı, uşağını, uşağıma... Hadi, neysə, bura məhkəmə zalı deyil. Ha, buyurun, tanış olun, danışın. Salam Ayla Buyurun, xanım. eşidirəm. Salam. 26 yaşım var, özüm subayam. Şabranda qalıram. Rayon yerində. İşim gücüm var. Evin axırıncı oğluyam. Başqa nəsə Evin bilmirəm. axırıncı olmuşsunuz. Bəli, evin axırıncı oğluyam da yəni. Yedi də, hə? Valideynlərinizlə qalasınız da, yəni. Bəli, bəli. Lap yaxşı. Başqa nə maraqlıdır? Verin sualınızı. Tanımaq istəsiniz, tanımaq istəyirəm sizi. Görmək olar, belə görmək olar sizi. Bəli, bir dənə zəhmət olmasa kameranı açın, xanım sizi görsün də. Tamam. Sağ olun Fəridə xanım. Çox sağ olun, son misra. Burada bəzi bəylər belə naz eləyirlər. Qız kimi. Burada məni görərlər, nə bilim nə. Yəni evləməyə gəlmisinizsə, burada ayıb heç nə yoxdur. Bağlayın. Bir dəqiqə çəkmədi, yəni çox sağ olun. Aha, xanım gördü, indi görək nə deyəcək inşallah. Görməyinə Allah bəxtini gözəl eləsin. Amin inşallah. Çox sağ olun. Son misra. Təşəkkür edirik. İnşallah sizin də qismətiniz gələr, tapılar. Allah razı olsun. İnşallah. Çox sağ olun ki, sözümüzü yerinə salmadınız, üzünüzü göstərdiniz. Təşəkkür Çox edirik. sağ olsun, Allah razı olsun. Əvəz bəy, xoş gəlmisiniz. Buyurun, Əvəz. Salam, hər vaxtınız xeyir. Salam, xoş gəldiniz. Xanım, adım Əvəzi, 33 yaşım var, Bərdəliyəm. Yəni, evlənmək məqsədi ilə qoşulmuşam da bura. Acaba eləmişsiniz. Evli olmusunuz? Yox, subayam. Hə, subaysınız. Aha, nə işlə məşğulsuz Bərdədə? Bərdədə heyvandarlıqla məşğul xanım. Lap yaxşı. Deməli, Bərdəlidir bəyimiz. 30 yaşı var. Subay bəydir. Tanımaq istəyən xanım varsa, ciddi subay xanım buyursun qalsın müsafirə. Bərdədə yaşayacaqsınız. Bəli, bəli. Aha, təşəkkür edirəm. Çox sağ olun. Rəşad bəy, xoş gəldiniz. Səsinizi açın, zəhmət olmasa. Selamünaleyküm bir daha. Hər vaxt. Salam, salam. İşləyə çox danışır. Yenə də işləyə bu sözü. Buyurun, Ben işiniz yine alın. özbəkdə bir kısa bir məlumat vermək istəyirəm qadınım. Buyurun. 42 yaşım var, Bakıda qalıram, ailəli olub ayrılmışam. Boyum 1.70-dir, ali təhsilli birinci sənəti bitirmişəm. Sadəcə olaraq başqa bir şirkətdə menecer işləyirəm, belə qiymətləndirmə üzrə. Başqa nə bilmək istəyirəm. Yəni əslən Gəncəliyəm, Karno yerli Gəncəliyəm. Amma Bakıda qalıram da. Yəni Bakıda öz evimmişim, yəni. Aha, yaşınız 42 oldu. Hə. Bəli. İki evladım da var, qarşı tərəfdədir. Yəni onlar Azərbaycanda yaşamırlar ümumiyyətlə. Anladıq. Tanımaq istəyən xanım varmı? Buyursun, qalxsın bəyə talib çıxsın. Onu da deyim, xanımın evladı olsa qəbulumdur. Çünki xanımı qəbul ediriksə, ondan öncə evladını qəbul eləməliyik. Çox sağ olun. Allah sizlə razı olsun. Kaş ki hər kəs sizin fikirdə olsaydı. Kaş ki. Yəni istər xanım, istər bəy, yəni bu bizim ikinci taleyimizdir. Birincidə dediyi alınmadı, qismət olmadı. Bu ikincidə o söz deyə bilmərik. Ona görə də Buyur, istər salam bəyin şəhərəm. evladı olsun, istər xanımın evladı olsun, hər bir halda qəbul eləməliyik. Düz deyirsiniz. Talibi varsa inşallah qalxar misafirə sizə verər suallarını. Rəşad bəy haralıdır xanım? Mən Karno Rəşad bəy. Gəncəliyəm. Aha, Harda yaşayırsınız? Bakıda. Bakıda. Hə, heyf.
Hə, heyf deyəndə ki, ay Sevinç, sənə də bir söz deyim. Sənin xoşbəxtçiliyin, yox, sən xoşbəxt olacaqsansa, dəxlisi nədir Bərdədə qalasan, Gəncədə qalasan, Bakıda qalasan, sənin yoldaşın səni xoşbəxt edəcəksə, sən ailə həyatı qurursan. Ay bacı, xoşbəxtçilikdən heç nə vacib deyil. Yəni o nə deməkdir? Zonalara ayırırsınız. Yox, mən İminoy Bərdədən olsun bəy. Yox, İminoy Gəncədən olsun. Valla mən elə şeylə razı deyiləm şərtlə. Yenə özünüz bilərsiniz bacılar, qurban sizə. Amma bu xoşbəxtçiliyə gedən yol bu deyil də. Valla əsr kişidir. Yəni Olar işi yenidən var. özünüz haqqında məlumat verəsiniz. İşi, gücü, evi, eşiyi, yəni mərifətli qanacaqlı bəydir. Rəşad bəy, zəhmət olmasa xanım sizdən təkrar məlumat dinləmək istəyir. Yox, uyğun deyil biz xanım. Yox, başqa xanım sizdən soruşdu. Rəşad bəy, başqa xanım. Hə, 42 yaşım var, Bakıda qalıram, ailə olub ayrılmışam. Əslən Gəncəliyəm, boyum 1.70-dir. Ali təhsilliyəm, incəsənəti bitirmişəm, başqa şirkətdə menecer işləyirəm. Övladınız var sizlə bir yerdə? Yox. Övlad qarşı tərəfdədir. Hə, bildim, başa düşdüm. Amma valla ciddi bəydir. Yəni mən burada hər bəyə o sözü demirəm, danışığından hiss edirəm də ki, doğrudan da bəy evlənmə, ailə həyatı qurmaq istəyir. Onunla deyim ki, xanım, bir sözlə deyim ki, Bakıda mən anamla yaşayıram. Yəni sonra problem çıxmazsa ona görə deyirəm ki, bəri başdan deyim. Lap Anam yaxşı. da işləyir, yəni məktəb direktoru işləyir, indi səfirlikdə işləyir hal-hazırda. Maşallah. Yəni,